Od çərşənbəniz mübarək. Belə, əziz tamaşaçılarımız, o çərşənbədə sizindəyik, görüşürük sizinlə və bu çərşənbədə olan hadisələr, məişətdən danışdıq, amma gəlin onu da söyləyək ki, çərşənbələrdə hər zaman bizim pəhlivanlarımız qurşaq tutublar, igidlərimiz bir araya gəliblər. Bu haqda istəyirik sizlə danışaq, daha dəqiq desək, Zorxana oyunlarından danışmaq istəyirik sizinlə. Bəli, tarixi qədim olan Zorxana oyunları bugün müasir dövrümüzdə də yaşadılmaqdadır. Bunun üçün təbii ki, bu işin peşəkarları var ki, özləri bu yoldan keçiblər və gələcək nəsillərə bu informasiyanı, bu böyük daşıyıcını təbii ki, təqdim edirlər və gənc nəsli, gənc idmançıları da yetişdirirlər. Əməkdar məşqçi, prezident mükafatçısı, Azərbaycan İdman Akademiyasının baş müəllimi, Zorxana və Pəhlivan güləşi üzrə yığma komandanın böyük məşqçisi Xəyyam Orucov və idmançıları da təbii ki, onunla birlikdə gəliblər. Xəyyam müəllim, sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Xoş gördük hamınızı bu növbəti çərşənbə günü. Ürəkdən təbrik edirik. Çox gözəl bir günə təsadüf edir bugünkü görüşümüz, Od çərşənbəsi. Və biz Novruz bayramından danışırıqsa, təbii ki, deyirik ki, adət-ənənələrimizi yaşadan bir bayramdır. Bunu hər istiqamətdə biz görürük ki, həqiqətən də belə olub. Tarix boyu Novruz bayramlarında, el şənliklərində, hansı ki, o zaman paytaxt Bakı ilə paralel olaraq bölgələrimizdə də təbii ki, Novruz bayramı adət-ənənələri yaşadılırdı və bu cür böyük tədbirlər keçirilirdi. Hazırda da elə bu ildə mütləq ki, belə olacaq. Dövlət tədbirlərində də Novruz bayramı ərəfəsində Zorxana oyunlarına böyük yer verilir və bu tarixi yaddaşımızı biz bugün də yaşadırıq. Buyurun, sizə eşidək. Əvvəl dəvətinizə gözəl təşəkkür edirəm və fürsətdən istifadə edib xalqımızın bu çərşənbə bayramı münasibətilə təbrik edirəm. Bəli, bildiyimiz kimi bayram günlərində xalq elə həmişə bir yerə toplaşarmış və pəhlivanlar da bundan istifadə edib öz güclərini göstərərmişlər. Maraqlı tamaşalar, maraqlı şoular yaradarmışlar ki, bayram daha da əyləncəli keçsin. Və bu pəhlivanlıq nümunələrindən biridir ki, bu bizim Zorxana milli idmanımızdır. Bəli, Zorxana milli idmanımız dedik. Milli idman olmazdan əvvəl Xəyyam müəllim, bu bir döyüş belə deyək, taktikası. 3000 ildən çox yaşı var tarix əsaslara görə və əvvəl ancaq əskərlərin döyüşə hazırlığı üçün istifadə olunmuş və burada istifadə olunan alətlər hamısı özü hərəsi bir silahın, qədim silahın məşqi olub. Və illər sonra xeyli bir tarixə görə 700 il əvvəl bizim Gəncəli pəhlivan Puriyay Vəli bunu sistemləşdirib idman növü şəklinə salıb ki, və hər kəs bu idmanla məşğul ola bilsin. Və bu günlərdə Beynəlxalq Federasiyası var və idman növü kimi də yarışlar keçirilir. Elə o vaxtdan el bayramlarında bu geniş şəkildə istifadə olunur. Müəyyən tədbirlərdə idmançıların, belə deyək də, öz şouları olub, təqdim ediblər. Biraz da əhali tərəfindən çox maraqla qarşılanıb. İndi də maraq bir fərqli şəkildədir. Siz eyni zamanda idman səfirisiniz. Mən istəyirəm Xəyyam müəllim sizə söyləyeyim ki, bu yaxın coğrafiyanı əhatə edir. Bax, bu Zorxana. Digər ölkələrdə sizin səfərləriniz olur, müəyyən yarışlarda iştirak edirsiniz. Digər ölkələrdə bu necə qarşılanır? Əslində gördüyünüz kimi burada alətlər elə də adi, hər an rastlaşan alətlər deyil. Bu birinci özünə cəlb eləməyə bu qeyri-adi alətlərin olmağıdır. Özünə uyğun da spesifik qeyri-adi hərəkətləri var. Bu istər-istəməz istənilən insana cəlb edir. Xarici ölkələrdə mən deyərdim ki, bizdən də qat-qat maraqla qarşılanır. Bir misal da çəkə bilərəm. 2017-ci ildə Bakıda İslam həmrəylik oyunları keçirildi. Orada xarici qonaqlar, həmçinin təşkilat komitəsində xarici işçilər çox idi. Mən ora həm də təşkilatda işləyirdim yarış vaxtı. Orada bildirək ki, Zorxanadan kimsə mütəxəssis gəlib. Onlar hamısı məndən görüşməyə çalışdılar ki, bu idman haqqında bir məlumat alsınlar. Yəni, xaricdə düşündüyümüzdən də çox olar maraqlanıb bu idman haqqında. Həmçinin də xarici ölkələrdə də indi Beynəlxalq Federasiyada bir 80-ə yaxın üzvü var. Dünya çempionatında bir 35-40 ölkə mütəmadi çıxış edir.
onlar üçün də çox maraqlıdır. Məsələn, Beynəlxalq Federasiya İrandadır deyə ora müraciət edirlər, oradan mütəxəssis istəyirlər. Amma dünyada, məsələn, bunu bir özüm demirəm, yəni qürurla deyə bilərəm ki, dünyada qeyri-İrani kimi mütəxəssis yalnız mən dəvət olunuram. Yəni ölkədə dünyada elə bir ikinci adam yoxdur ki, hansı ölkəyə mütəxəssis kimi dəvət olunsun ki, bu idman növündən bir master klass keçsin, yaxud da yığmanın hazırlanmasında, bəli, yığmanın hazırlanmasında köməklik göstərsin. Xəyam müəllim, gənclərin marağı necədir? Bax, gəl nəzər yetirək və diqqət eləyək ki, digər idman növlərindən kifayət qədər çətindir, kifayət qədər məsuliyyət tələb eləyir. Hər zaman məşqlərdə mütəmadi olaraq məşqlərdə iştirak etmək lazımdır. Gördüyümüz bu alətlərin kifayət qədər çəkisi ağırdır. Yəni onlarla bu hərəkətləri gerçəkləşdirmək bilirik ki, az öncə burada o möhtəşəm görüntüləri də biz izləyəcəyik. Gənclərimizin marağı necədir? Yəni o hansısa bir çətinlikdən sonra onlar, yəni bu idman növündən təbii ki, kənara qaçmaq istəməyəcəklər. Necədir vəziyyət? Maraq çoxdur əslində, amma gəlib mütəmadi məşq eləyən azdır, açığı desək. Düzdür, maraq göstərirlər, maraqlanır, bu nədir, bu nə üçündür. Bilirsiniz ki, İdman Akademiyasında mən müəlliməm həm də. Bizim tələbələrə 4-cü kursda həmçinin fən kimi tədris olunur. Zorxana və milli güləş ki, bizim milli dəyərdir. Yəni, bütün gənclərimiz bu haqda məlumatlı olmalıdır, ilkin məlumat. Bəli, idmanımızın tarixidir. Ki, bunu maraqlanır da, soruşurlar da, suallarla da zəng edirlər. Amma ki, məşqə dəvət edirik, çox az vaxt gəlirlər. Yəni, çətinlikdən nədən qorxurlar? Mənim sizə suallarım olacaq bu haqda. Müasir dövrümüzdə idman, fitness salonları, bunun əcdadı Zorxana. Amma təklif edirəm, izləyək. Biraz da tamaşaçılar görsün. Bunların da maraq dairəsində olar, gənclərin də düşünürəm. Ondan sonra yenə bu suallara qayıdarıq. Bəli, dostlar, hazırsınız? O zaman izləyirik sizi. Təşəkkür edirik dostlar. Buyurun, zəhmət olmasa. Yekbar, kəbbadə, ayaq döymə, bunlar Zorxana meydanında göstərilən oyunların adıdır. Bu hazırda izlədiyimiz, bizim gənclərin göstərdiyi hərəkətlər onlardan var idi, mənim adlarını sadaladıqlarım bunlarda yoxsa? O saydıqlarınızda yox, o mən məlumat verim, onlar nə işlədilər. Kəbbadə aləti budur. Onu da arada da indi işləyəcəm. Amma bunlar deməli, Zorxana həmişə başlayır, əvvəl qızınma hərəkətləri. İsinmə. Komanda hərəkəti ilə başlayır, yarış özü də belə keçir, birinci komandanın yarışı olur. Komandada elə hesab edin ki, güləşin isinmə hərəkətləri olur keçmişdə. Yəni, Zorxana, güləş həmişə ayrılmaz olub bir-birindən. Zorxanada olan bütün hərəkətlər güləşə hazırlıq olub.
bu hərəkətləri edilmişlər, sonra ağır alətlərlə əzələlərini gücləndirilmişlər, sonra axırda olurmuş güləş. O ənənə də, o sistem də qorunub, yarış da o cür keçirilir. Komanda yarışı olur, sonra fərdi çıxışlar olur, axırda pəhlivan güləşinin yarışı olur. İndi tələbələrimiz işlədi, hər ikisi gəncdir, amma Nihat 2 dəfə dekabr ayında keçirilən Dünya Kubokunda 2 dəfə yarışa gedən əsas komandaya daxil elədim və elə ilk yarışından dünya üçüncüsü oldu pəhlivan güləşində, həmçinin səng alətində orada üçüncü yarış. İndi bu pəhlivanlarımız işlədi şino alətini ki, komanda yarışının əvvəlində şino gəlir. Şino hansıdır? Bu yerdəki alətin adı şinodur. Şino gedir bu. Bunun üzərində qol, çiyin, sinə əzələlərini möhkəmləndirmək üçün qədimdə həmin o... Xəyər, mən bu hərəkət... Göstərilən formada işləyirmişlər. Bu da mil alətidir. Mil budur. Mildir. Bu da qılıncın, toppuzun, elə görsə toppuz oxşuyur. Bu da oxşuyur. Bunu bizim bayramda bu milləri götürür həmişə. Bayraq rəngində bir növdə həm də səmənin... Belə baxımına rahat götürdü, yetərincə ağır çəkisi var. Bunlar 5 kiloqramdır. Daha böyükləri var, o fərdi çıxışları. Keçən dəfə deyəsən böyüklərin gətirmişdir. Böyükləri gətirmişdir. Çox ağır idi. Səng də adı üzərində daş Səng də daş deməkdir, amma qalxanın məşqidir. O da qalxanın məşqidir. Bu qılıncın məşqidir, səng qalxanın məşqidir, kəpbayda isə ox atmağın məşqidir. Biraz əvvəl biz söhbətin istəyərdim o məqamına qaydaq. Siz dediniz gənclərin marağı. Baxın, müasir fitness salonlarımız, bunların əcdadı Zorxana günbəz, biraz da dərin yerdə olması onların məşq prosesinin daha da belə məhsuldar olmasına dəlalət edir. Gənclərimiz üçün bəlkə biraz açasız burada 1-2 dəqiqə fürsətimiz varkən Zorxana və yaxud müasir devrimizdəki fitnesslər. Çünki nə fərqli tərəflər var və ya oxşar tərəflər var ki, uşaqlar aydın olsun, gəlsinlər. Oxşar, o saydığınız idmanlar elə qeyd elədiyiniz kimi müasir idman növüdür, amma qədimdə onlar ki, indi yaranıb, dünyada populyarlaşıb, amma bu idmanlar əslində bizdə artıq var idi. Zorxananın tərkibində. Burada həm crossfit var, həm fitness var, bodybuilding var, həm əzələlərin məşqi var, belə deyək ki, ayrı-ayrı əzələlər qruplarının məşqi var. Burada varmı onlar? Ayrı-ayrı əzəllərin məşqi Zorxan. Çünki insanlar bəzən istəyirlər o estetik görünüş üçün. Bunun üçün, məsələn, şino hərəkəti dedim işlədilər. Elə bu indiki adjimaniya deyirlər, jim hərəkətidir. Jimindir. Sinə, qol, çiyin əzələlərinin, triceps əzələsinin işlənməsində özü burada bir güc var, istifadə olunur. Sanki orada bir görünüş var, amma burada təməlli bir güc var. Var. Millər də çiyin, qol, ən çox da bilək əzələlərinin işlənməsində mühüm rol oynayır. Həmçinin kəpbadədir, səng də, onlar da ağırlığına... Gəlin elə o sadaladığımız bu alətlərdə də idmançılar öz məharətini göstərsinlər. İndi Rəsul göstərəcək, Rəsul da bizim gənc idmançılardandır. Rəsul, kəpbadə ilə aləti. Kəpbadə qeyd edeyim ki, adı kəpbadə olduğuna baxmayaraq, ox atmanın məşqidir. Yəni, çox adam soruşur ki, bu dəmir, zəncir, bunun ox atma ilə nə əlaqəsi var? Bu düzdür, ox formasındadır. Biz indi səhniyə görə yüngülünü götürmüşük. Bu əslində yarışda 16-17 kilo olur. Ox formasındadır. Amma məqsəd burada məqsəd burada ox atan zaman işlənən əzələləri möhkəmlətməkdir. Ki, bu indi Rəsul göstər, Rəsul bir dənə hərəkət göstər, sən başının üstündə işlənən. Bu idmançı bu şəkildə bunu işləyəndə ox çəkən vaxtı işlənən əzələlər möhkəmlənir. Yəni bir növü həmin o ox atma yarışlarına hazırlıq. Ox atmaya yarışır. Bildiyim kimi əgər ox, kaman, yayı nə qədər sərt olsa, o qədər dəqiq vurur, həm də uzağa gedir də. Və o sərt oxu çəkmək üçün idmançının qolunda qüvvə yoxdursa, onu eləyə bilməyəcək. Ona görə bu alətləri ağır alətdən istifadə edirdilər ki, onların bu ox dartma zamanı lazım olan işlənən əzələlər möhkəmlənsin və onlar ən sərt oxu çəksin. Hər zaman hazır olsunlar. Bir Yunan əfsanəsi var, orada Odisseyin oxu var imiş. Yəqin ki, eşitmişsiniz. Onu Odisseyin özünə başqa heç kim çəkə bilmir. Təvr elində Odissey necə qüvvətli adam imiş ki, o yağa idarət olmuş. Yəni, amma bizim qədimdən bu ulu babalarımız bunu düşünüblər ki, o istənilən sərt kamanı çəkməyə gücünə malik olsunlar.
Teşekkür edirik. Çox xoş oldu. İdmançılarımıza uğurlar arzulayırıq. Qədim idman növlərindən biri olan Zorxana yarışlarının demək təqdimatı bugün də var və diqqətinizə çatdıraq ki, pəhləvanlarımız, bahadırlarımız necə illər öncə bununla məşğul oldular, bugün də bu ənənə davam edir. Xəyyam müəllim, sonda nəsə göstərə biləcək bizim Bir də idmançılarımız? qalxanın dediyimiz məşqi, səng alətinin məşqi var. İndi Nihat göstərəcək. Həmçinin Nihat özü Dünya Kubokunda Biz sizə təşəkkürümüzü bildiririk bir daha. Çox sağ olun, təşəkkür edirik. Xatırladaq ki, əməkdar məşqçi, prezident mükafatçısı, Azərbaycan İdman Akademiyasının baş müəllimi, Zorxana və Pəhləvan güləşi üzrə yığma komandanın böyük məşqçisi, eyni zamanda idman səfiri Xəyyam Orucov və gənc pəhləvan dostlarımız bizim bugün qonağımız idi. Zorxanadan bir neçə nümunə bizə təqdim etdilər. Sonda dostlar yenə sizi izləyirik. Buyurun, çox sağ olun. Xəyyam müəllim. Siz sağ olun.